Eləyirik. Deməli, Ayşə, burada görürsən də x plus 1 bölü x kvadrat çıx 4 vuraq x plus 1 bölü x nəsə belə gəlir. Bu x də gəl 1 bölü x-ə t deyirik. Eşitdin məni? Nə dedik buna? T. Onda bu kvadrat, mötərizə kvadratı nə olur? T kvadratı. Çıx 4t üstə gəl nə? 4 bərabər 0. Bir də təzdən. Buna nə dedik? T. Onda nə olur? T kvadrat çıx 4t üstə 4 bərabər 0. T çıx 2-nin kvadratı t bərabər nəyə? 2-yə. Aha. X plus 1 bölü x nəyə bərabər oldu? 2. Hər tərəfi x-ə vura bilirik. Nə olur onda denə? X kvadratı üstə gəl 1 bərabərdir 2x. X kvadrat çıx 2x üstə gəl 1 bərabərdir 0. X çıx 1-in kvadratı bərabər 0. X nəyə bərabərdir? 1-ə. Bu nəyi soruşurdu? X kvadrat 1 bölü x-in kvadratın. 1-i də apar qoy yerinə 1 üstə gəl 1 eləyir nə? 2. Amma Ayşə, buradan da tapa bilərdin ha sən. Hər tərəfə mötərizə kvadratı eləyib, o tərəf bu tərəfə keçirdib bunu tapmaq olardı. Çatdı fikrim yoxsa yox? Əsas ideyaya bir dənə də baxaq, bir dəfə də baxaq, davay tələsməyin. X-də gəl 1 bölü x-ə nə dedik? T. Oldu t kvadrat çıx 4 üstə 4 bərabər t 2-dir. Bərabərlədir 2-yə və salam. 24. Gəldik bura. Bunun açılışını bilirsiniz. 10m üstə gəl n çıx. Amma bu mötərizədə. Nədə bu? Mötərizədə. Bax orada problem olacaq. Bax dedim ha sizə. Bax burada problem. 10n üstə gəl nə? M. Düzdür? Sonra bunu da açdıq belə. Sonra ortaq çarpaz zad vurduq burada. Düzdürmü? Çarpaz vurduq. Nə oldu? 44 11 şey. Buradan 11'i ortaq vuruq çıxartdım. Sonra 11'e ixtisar getdi. 4m 14'ün 2m 7 m 7k n-də neçə k? 2K. Burada o şey qiymət ver, rəqəm ver. Gözləmə, rəqəm ver. 1 verəndə oldu nə? 7 ilə 2. 2 versək nə olur? 14. 14 ola bilər rəqəmin bir dənəsi. Ona görə 7 ilə 2 və salam n-im 27-dir. Burada məsələn mənim elədiyim səhv bilirsiniz nədir? Bura baxın. Səhv də öyləyib, prosta uzatmışam bax. Aşağını 11'ə bölə bilərdim. Çox asan daşardı. Hə? 11'i çıxardardım, 11'ə bölərdim, rahat olardı. Vurdum, çarpaz. Sonra keçirtdim 44, bu da 55. Buradan 11 yaxşı ki ağlıma gəldi çıxartmaq. Yoxsa uzanacı idi misal. Sonra 2'yə böldüm. 7k. 2k burada durub baxarsınız. Bax, 100% əminəm. Bax, deyirəm ha sənə. Orada durub baxarsınız. Eşitdiniz məni? Durub baxarsınız orada. Rəqəm. 2 rəqəmlər bir də rəqəm ver. Gözləməyin. Rəqəm ver. Bəzən belə alınır. M üstə gəl 2-in bərabər nəmi? 2 rəqəmlə də rəqəm ver. Başa düşdünüz? Rəqəm verin, orada həll edin. Nəsə sual var deyin. Burada rəqəm vermədən fikirləşmək olar ki, M-ə 7K, N-ə 2K. Mən də dedim də, M-ə 7K, N-ə 2K. Elə yox, cavabı 7 ilə 2. O biraz risklidir. Məsələn, 2 ilə 3 olsa, o şey həm 2-3 ola bilir, həm 4-6 ola bilir, həm 6-9 ola bilir, 3-dən qiymət çıxır da. Bildin? Ona görə. Natural ədə təkrarlayanda orada görəsən. Baxın, çox səviyyəli bir sualdır. Diqqətlə bura baxın, prost. Tənliyin köklərindən yalnız biri, görə bilirsiniz, sən görəmirsən, əmələk. Tənliyin köklərindən yalnız biri, tənliyinin köklərindən yalnız biri bu tənliyinin, həm də bu tənliyin köküdür. Deməli, bunun bir dənə kökü var, məsələn 10. Həmin 10 buranda ödəyir, buranda ödəyir. Məsələn deyirəm də. Başa düşdünüz? Bir də deyək, bu tənliyin köklərindən, bunun bəlkə də bir 7-8 kökü var. Məsələn deyirəm, 7-8 dənə kökü var. O kökdən bir dənəsi var ki, özəl olan. Bunun da köküdür, bunun da köküdür. Ona görə gəl bunun köklərini tapaq. Nətər tapa bilərik? X-i ortaq vuruq, çıxardıq. X bir dəfə nəyə bərabər oldu? X nəyə bərabər oldu? X nəyə bərabər oldu? Çatmadı. Bir də denən. X bərabər nə? X bərabərdir. X bərabərdir. 4. 3 ilə 4 niyə? Çünki 4 buranı 0-a çevirir məxrəci. 3 də buranı 0-a çevirir. Başa düşdük yoxsa yox? 4 buranı 0-a çevirir. 3 də buranı 0-a çevirir. Bura qədər problem varsa denən. Başa düşdük? Ha? İndi kök nədir burada? 0. 0 deməli həm buranın köküdür, həm də başa düşdünüz mələk nə deyirəm?
Mələk 4 buranı ödəyə bilməz. 3 də Oranı. ona görə bu ikisini istifadə eləməyəsən sən. Biri ikisinin də kökü olmalı. Deməli 0 ola bilər o kök. 0-ı yerinə qoy da burada. Yerinə qoydun nə oldu? Bax 0 0 0. Gördün? Çarpazla m neçə oldu? 5. Sonra 0-ı burada qoy. Nə olur? 0 çıx 12, 0 çıx nə? 3, 0 üstə 2 nəsə çarpaz m nəyə bərabər oldu? 8. M nə hazır? Bax Ayşə, o belə bir qəliz sual ola bilər. O həmin o açıq suallardan. O 7 sual var ha. O 7 sualdan biri bax bu ola bilər. Başa düşdünüz? Bax belə uzundur. Gör, nə dərəcədə sən mənimsəməlisən, nə dərəcədə sən yaxşı vaxt ayırmalısan ki bu işə. Hopsun, tempo ilə alınır da uca səndə. Həqiqətən alınır ha. Alınır, yəni bu tərəfi yoxdur. Eləyəndə tərtəmiz eləmək lazımdır. Başa düşdün, sual verməyə ehtiyac var. Sən nəyi başa düşmürsən? Denəndə sual ver də. Nə? Başa düşdüm mən. Gəlin bura. Bax bu çox axmaq bir sualdır. Bir baxın. Diqqətiniz burada olsun. Çox dəhşət bir sualdır bu. Çox qorxuducu bir sualdır. Başa düşdün? Diqqətin burada olsun. Vurub açaq denən. 6 çıx. 12 Üstə gəl. x 6 bölünsün. Çıx. 7 üstə gəl 7 bölü x bərabər nəyə? -2. Sonra nə olur denən? 6 bölünsün nə? X-in kvaliti. Mənfi 12 ilə müsbət 7 nə qədər eləyir? 5. Bir də 6 bölü x kvadratı sonra mənfi ilə müsbət nə qədər eləyir denən? Mənfi 5. Çatmadan tam. Bir də 6 bölü x kvadratı elə. Bu mənfi 12 bölü x, bu da müsbət 7 bölü x eləyir. Mənfi 5 bölü x. 6'dır, 7'dir, 2'dir. Belə də. Düzdür. Nə qədər eləyir o da? 1. 0. Aydındır. Ortaq məxrəc eləyə bilərsən. Ortaq məxrəc. Ortaq məxrəc nə verir? Denən. Ortaq x kvadratı, hə? Bura nə düşüb? Denən. 6. Burada nə alınır? 5x. X Problem var bura qədər, yoxsa yox? Sonra denən. Mənfi 5x. Üstə gəl 6, hə? Bunun neçədən kökü var? 2 dənə. Biri 2'dir, biri 3'dür. Aha, problem yaratmır onlar. Yox, 5 eləyir cavab. Neysə. Biraz çətin oldu. Baxın bura. Baxın bura. Vurdum, açdım. Ayşə, problem var bura qədər. Başa düşürsən Ayşə? Aha. Müsbət 6 bölü x kvadratı qəbul edirsiniz də, hə siz? Mənfi 12 bölü x ən çətin yerlərindən biri. Bir də müsbət 7 bölü x. Mənfi 5 bölü. Başa düşdüm. Müsbət 6 mənfi 7. Mənfi 1. Bu mənfi 2 də gəldi. Müsbət 2 elədi. Müsbət 1. Sonra ortaq məxrəc nə oldu? X kvadratı. 6 çıx. 5x üstə gəl x kvadratı. Sonra düzəltdik. Və salam. Aydındır? Qulaq asırsınız. Axırıncı sualda uşaqlar bitirmiyoruz. Balaca mövzuydu. Siz kövrənlər. Deməli belə. A, B, C. A çoxluğu bunun kökləridir. B çoxluğu bunundur. C də bunundur. Razısan? Bəli. İndi Ayşə, bunun 0 olmaq üçün nə lazımdır? Yuxarı 0 olmalıdır elə. Ayşə, hansı ədədlər denən? Mənfi 5-dən 2. Yuxarını bəs denən. Yuxarını x ortaq vuruq çıxartdıq. 0, 2, bir də neçə? 3. Aşağıda bəs yuxarı 0 olanda 3-dən neçə? 7. 21, 3-dən 7. İndi Euler-Venn diaqramında qurmaq lazımdır. Qulaq asırsınız mənə? Bəli. Eşidirsiniz məni? Bəli. A, B, C. Mən bu A, B, C-ni bilmirəm ha. Bəli. Bax. Bunun kökü neçədir? Mənfi 2. Qulaq asan yoxdur. Bunun kökü neçədir? 5-dən 2. Bunun kökü neçədir? 0, 2, 3. 2 ortaqdır da, düzdür? Nə ilə nəyə ortaqdır 2? A ilə B-yə. Onda istəyirsən lap tərsinə yazın. Bax, bura 2 yazım, hə? Bura A, burada nə yazım? B. Yerini dəyişdə yaza bilərəm. Sonra 0, 3, 3, 7, 3. 3 ikisində də var. Nə ilə? B ilə C-də. Onda bura C-dir, burada nədir? 3'dür. B-yə bura 0 ata bilirəm. Bəli. A-nın burasına mənfi 5 atıram. Sonra C-nin 7. Vəssalam. Bildiniz nədir? Bəli. 2-3 dəfə yazdı. Vəssalam, bu da düşə bilir. Buraxılışa düşə bilir problem. Oldu. Qeyri-adi bir şey var. Buna sürətləndirmək lazımdır.